Hazreti Fatime-i Zəhra salamullah aleyhanın şəhadət günləridir. Bu günləri zamanımızın imamı Hazreti Məhdi Əcəlallahu Teala Fərəcəhu Şərifə və Əhl-i Beyt dostlarına və xüsusən Fatimənin əziz balaları, seyyidlərə, seyyidələrə təsliyyət ərz edib, başsağlığı veririk. Hazret xanım Fatime-i Zəhra salamullahi aleyha elə bir xanımdır ki, onun xilqətində, onun yaradılışında Allahın özünün xüsusi bir lütfü və inayəti olub. Hazret xanım Fatime-i Zəhra salamullahi aleyha Peyğəmbərin bütün qızlarından tamamilə fərqlənən bir qız evladı idi. Hazret xanım Fatime-i Zəhra salamullahi aleyha Peyğəmbərin Mirac səfərindən qaydandan sonra dünyaya gələn bir xanımdır. Allah xanım Zəhranın təvəllüdündən öncə Həzrəti Zəhranı dünyaya gətirməkdən ötəri Allah Rəsulü Miraca getdi. Miracda Tuğba ağacının meyvəsindən yedi. Və qaydanda o bərəkətli səfərin bir dənə bərəkətli qız uşağı dünyaya gəldi. İnna a'teynâkel kavsar. Ya Peyğəmbər, biz sənə Kavsar əta elədik. Yəni Həzrəti Zəhranın vücudunu, mübarək varlığını fəsəlli li rabbikə vənhər. Rəbbin üçün namaz qıl və qurban kəs. İnnə şaniəkə huvəl əbtər. Onlar ki, sənin haqqında xoşa gəlməz söz deyirdilər, əbtər deyirdilər. Onların özləri əbtərdirlər, yəni sonsuzdular. İnsan bəzən elə bilir, bərəkət çoxdadır. Quranda Allah Teala bir dənə surədə danışır, Təkasur surəsi. Deyir, Əlhâkumut təkasur. Deyir, onlar çoxluqlarınla hökm elədilər, öyündülər. Biz çoxuyuq, bizim nəslimiz daha çoxdur. Deyir, hətta zurtumul məqabir, hətta gidib qəbirləri də saydılar, dedilər ki, bizim ölülərimiz sizdən çoxdur qəbirstanlıqda. İnsan bəzən elə bilir, çoxluq bərəkətdir, çoxluq davamı var. Hazret xanım Fatime-i Zəhra salamullahi aleyha Kavsar idi. Təkasur döyüydü. Bir dənə qız uşağı idi ki, Allah Quranda buyurur ki, ya Peyğəmbər, biz sənə bərəkətli bir bulaq nəsib elədik. 11 imamın anasını verdik. Və o imamların anası ki, onun sonuncusunda yer kürəsini ədalətlə doldurmağı, bütün 124 min Peyğəmbərin misyasını axırıncı dəfə tam olaraq yerinə yetirməyi ona nəsib elədik. Ha vaxt dünyaya gəldi, o vaxt ki, qız uşaqlarını özlərinə utanc bilirdilər, utanc hissi keçirirdilər. Quran deyir, və izəl muv'idətü suilət. Deyir, diri-diri torpağa basırılan qız uşaqları haqqında soruşulacaqsınız. Bi-əyyi zəmbin qutilət. Hansı günaha görə onu öldürdünüz? Belə bir dövrdə Allah Peyğəmbərə Həzrəti Zəhra salamullahi aleyhanı əta elədi. İnna a'teynəkəl kavsar. Ya Peyğəmbər, biz sənə Həzrət Zəhranın vücudunu bəxş elədik. Hətta o cahiliyyət dövründə olan o düşüncə adətən bizim məntəqələrdə də az da olunsa hiss olunurdu. Sən qız evladını çətin qəbullənirdi. Deyir, 2 qızı var, 3 qızı var, oğlu da olsa yaxşı olar.
bu məntiqlə yanaşırdılar. İndi də qalıb amma az. Görəsən ki, Allah bir dənə oğlan uşağı olar, od parçası, tulluyar qucağına. Deyək, bu da sənin oğlun, oğlan uşağı. Çünki bir dənə qız uşağı olar, sən gələr atanın, ananın, ailənin, nəslinin bəzəyi olar. Yəni, onun bərəkəti oğlan və qız olmağında deyil. Onun bərəkəti az və çox olmağında deyil. Onun bərəkəti odur ki, o Allah istəyən evlad olsun. Peyğəmbərlər Allahdan evlad istəyəndə böyründə bir dənə qeydə, incə bir qeydə işarə edirdilər. Deyirlər ki, ilahi bizə pak evlad nəsib elə. Elə bir evlad ki, o pak evlad olsun. Allah sevən evlad olsun. Əhl-i beyt sevən evlad olsun. Ailəsinə, cəmiyyətinə yarayan bir evlad olsun. Bu Həzrət Zəhra salamullah əleyhanın məqamıdır ki, Quran buna bir dənə surə nazil edir. Və İmam Sadiq əleyhissalam buyurur, deyir, əgər bir adam Həzrət Fatimə-i Zəhranı olduğu kimi dərk eləsə, elə bir Qədr gecəsini dərk eləyir. Yəni, Qədr gecəsində olan bütün bərəkətlər, sirləri Allah Həzrət Zəhra salamullah əleyhanın vücuduna yerləşdirmişdir. Belə bir cəlallı xanım, belə bir əzəmətli xanım, hədis var, Peyğəmbər deyir, qamət iləyha. Nə zaman deyib, içəri daxil olsa, hər dəfə Peyğəmbər ayağına qalxır. Və qabbələ yədəyha, əllərindən öpərdi və öz yerində əyləşdirərdi. Gedəndə özü yola salardı. Yəni, fərqli bir davranışı var idi Peyğəmbərin. Ona görə buyuruyor ki, Rəsulullah, mən əbğəzəhə fəqəd əbğəzəni. Kim onu qəzəbləndirsə, elə bil məni qəzəbləndirib. Fəmən əbğəzəni, əbğəzəllah. Kim də məni qəzəbləndirsə, elə bil Allaha qəzəbləndirib. Allahın razılığı, Fatimənin razılığı buyurur Peyğəmbər Allahın razılığıdır. Fatimənin qəzəbi Allahın qəzəbidir. Həzrət Zəhra belə bir əzəmətli xanım idi, belə bir cəlallı xanım idi. Özündən bir dənə hədis var xanımın, buyurur, Subbət ələyyəl məsaib. Deyir, mənə deyir, Peyğəmbərdən sonra elə müsibətlər üz verdi. Ləv subbət aləl əyami sirnə ləyaliyə. Əgər deyir, o müsibətlər gündüzə üz versəydi, dözmöv gecə olardı.